2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Proses elektron formada aparılır. Valideynlərin əksəriyyəti bu mərhələdə çətinlik çəkirlər. Bunun üçün də alternativ qeydiyyat mərkəzlərinə üst tuturlar. Ölkədə uşaqların məktəbə qəbulunu asanlaşdırmaq üçün 330 alternativ qeydiyyat mərkəzi də yaradılıb. Qəbul prosesi Azərbaycan və Rus dili bölmələri üçün fərqli mərhələlərdən ibarətdir. 6 may tarixinə qədər ilkin olaraq valideynlərin sistemə qeydiyyatı və öz övladlarının qeydiyyatını həyata keçirəcəklər. 6 may tarixindən etibarən isə birinci sinifə qəbulla bağlı məktəb və müəllim seçiminə start veriləcək. Rus bölməsi ilə bağlı isə bildiyiniz kimi şagirdlərin qəbulu zamanı müsahibə mərhələsi təşkil edilir. Müsahibə ilə bağlı qeydiyyat isə 6 may tarixindən etibarən başlayacaq və növbəti müddətdə isə artıq Rus bölməsinə müsahibələrə start veriləcək. Qeydiyyat prosesi Rus bölməsi üçün 6-20 may tarixlərini əhatə eləyəcək. 12 may tarixindən etibarən isə artıq Rus bölməsinə qəbulla bağlı müsahibələr həyata keçiriləcək. Bu proses isə 31 may tarixinə qədər davam eləyəcək. Bakı, Sumqayıt, Gəncə şəhəri və Abşeron rayonu ərazisində əhalinin daha çox müraciət etdiyi və şagird sıxlığının müşahidə olunduğu müəssisələr də var. Bununla bağlı isə prioritetli qəbulun keçirilməsi nəzərdə tutulur. Yəni seçim bir sıra meyarlara uyğun aparılır. Seçim zamanı nələrə fikir verilir? Ümumiyyətlə, valideyn həmin məktəbin yerləşdiyi ərazidə yaşamalıdır və yaxud da orada kiraya qalmalıdır. Orada valideynlərin birinin yaşayışı və yaxud da övladının həmin məktəbə yaxın ərazidə qeydiyyatda olması kifayət edir ki, həmin məktəbə daxil olsun. Təsəvvür edin, şəxs yaşayır Abşeronda və bunun yaşayış yeridir. Amma kimsə gəlib Abşeronda müvəqqəti qalırsa, təbii ki, burada sistem avtomatik orada yaşayan şəxsə üstünlük verir ki, o övladını birinci sinifə yazdıra bilsin. Həmçinin kirayə müqaviləsində yaşayanlar var və onlar son bir ilin kirayə müqaviləsini əlaqə, yəni kabinetdə əlaqə bölməsinə əlavə edirlər. Onlar nəzərdən keçirilir və həmin uşağın birinci sinifə yazılması həyata keçirilir. Bununla yanaşı bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq avtomatik olaraq birinci sinifə keçiriləcək. Söhbət eyni təhsil müəssisəsinin məktəbə hazırlıq qrupundakı şagirdlərdən gedir.